Uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə elektrolitik dissosiasiya, ion mübadilə, elektroliz və hidroliz mövzusunun sonunda olan ətraflı yazılı cavab tələb olunan tapşırıqların bilgi izahına baxacağıq. İlk sualımız belədir. Kənarda sizin üçün reaksiyanı yazmışam. Gümüş bir nitrat duzunun suda məhlulunu elektrolizə uğratmışam, məhsulları yazmışam və əmsallaşdırmışam. Sual bizə deyir ki, 200 qram gümüş bir nitrat məhlulu tam elektrolizə uğradıldıqda katodda 21,6 qram metal alınmışsa, ilkin məhlulda duzun kütlə payını hesablayın. Uşaqlar, gəlin bərabər bir şeyə diqqət edək. Gümüş bir nitratın emeri 170'e bərabərdir. Qanunən 4 vurulsun 170 qram duz elektrolizə uğrayanda 4 vurulsun 108 qram metal əmələ gəlir. Görəsən nə qədər duz elektrolizə uğrayıb ki, 21,6 qram metal əmələ gəlibdir. Gəlin x-i biz özümüz hesablayaq. 4 vurulsun 170 vurulsun 21,6 bölünsün 4 vurulsun 108. Bu 4'lər ixtisar getdi, bunlar da ixtisar getdi, qalır 0,2. Buradan alırıq 34 qram. Deməli, 21,6 qram metalın alınması üçün bizə 34 qram gümüş bir nitrat duzu lazım imiş. Deməli, bu 200 qramlıq məhlulun içərisində 34 qram duz olubdu. Və bizə deyir ki, ilkin məhlulda duzun kütlə payını tap. Yazıram, omega bərabərdir. Duzun çəkisini böləcəm məhlulun çəkisinə, vuracam 100%. Bu da edəcək 17%-ə bərabər. İlk ifadəmizin doğru cavabı 17%-ə bərabərdir. Daha sonra bizə nə deyir? Və məhlulda alınan turşunun mol sayını hesablayın. Uşaqlar, burada 4 vurulsun 108 qram metal əmələ gələndə görürsünüz 4 mol turşu əmələ gəlib. Tənasibi qururam. 4 vurulsun 108 qram metal əmələ gələndə 4 mol turşu əmələ gəlir. Sual mənə deyir ki, 21,6 qram metal əmələ gəlibdir. Bu zaman nə qədər turşu əmələ gələcək x? Bu 4'lər yerindəcə ixtisar gedir. X-imiz də bərabər olacaq 0,2 mola bərabər. İlk ifadəmizin doğru cavabı olacaq 17%. İkinci ifadəmizin doğru cavabı olacaq 0,2 mola bərabər. Keçid alırıq ikinci sualımıza. Dəmir 2 xlorid duzunun birinci mərhələdə hidrolizinin tam və qısa ion tənliyində əmsalların cəmini hesablayın. Uşaqlar, ferrum xlor 2 duzu biz belə bir qayda öyrətmişəm dərs müddətində, hidroliz dərsini keçəndə. Məsələn, sizə sual versəm ki, bu duz necə əsasdan yaranıbdır, necə turşudan yaranıbdır? Deyəcəksiniz ki, bu duz ferrum OH2 ilə H-xlordan yaranıbdır. Ferrum OH2 zəif əsasda, H-xlor qüvvətli turşudur. Əgər duz zəif əsas və qüvvətli turşudan yaranırsa və onun kation hissəsi, yəni bu müsbət yüklü ion hissəmizdə dəmir, yəni kationun valentliyi, anionun valentliyini üstələyirsə, bu duzların hidrolizinin birinci mərhələsində əsasi duz alınacaq. Mən bunun üzərinə su gəlirəm, suyu da belə HOH formasında yazıram. Ən sadə qaydada belə yadda saxlayın. Hidrogen gəlib xlorun birini götürəcək. Burada yaradacaq H-xlor maddəsini. Və burada çıxan xlorun əvəzinə də OH keçəcək. Olacaq ferrum OH xlor, yəni dəmir 2 hidroksixlorid. Bu bizim dəmir 2 xlorid duzumuzun hidrolizinin birinci mərhələsidir və bu molekulyar tənlikdir. Və burada əmsallarımız falan hər bir şey qaydasındadır. İndi biz bunun tam ion və qısa ion tənliyini yazacağıq. Tam ion tənliyini yazanda burada dəmir 2 müsbət ionlar əmələ gəlir. 2 mol xlor mənfi ionlar əmələ gəlir. Su ionlara ayrılmır, necə var elə də yazılır. H-xloru belə yazacağıq. H müsbət üstə gələk xlor mənfi formasında. Bu duzumuz isə ionlara ayrılanda olacaq ferrum OH müsbət üstə gələk xlor mənfi formasında. Bu oldu tam ion tənliyi. Əmsallara baxaq. Əmsal 1, üstə gəl 2, 3, üstə gəl 1, 4, üstə gəl 1, 5, üstə gəl 1, 6, üstə gəl 1, 7, üstə gəl 1, 8-ə bərabər. Tam ion tənliyində əmsalların cəmi 8-ə bərabərdir. Solda və sağda eyni ionları saylarına da diqqət eləməklə ixtisar edəcəyik. Yerdə qalanımız olacaq qısa ion tənliyimiz.
Baxaq, 2 xlor, 2 dənə də xloru buradan sildim, ixtisara getdi. Yerdə qalanları yazıram. Yerdə nə qalır uşaqlar? Ferrum 2 müsbət qalır. Üstə gələk su maddəsi qalır. Daha sonra alınır ferrum OH müsbət. Üstə gələk H müsbət. Bu da olur qısa iyon tənliyi. Çünki biz ixtisarlarımızı apardıq. Burada da görürük də əmsalların cəmi 1, üstə gəl 1, üstə gəl 1, üstə gəl 1. Əmsal cəmimiz olur 4-ə bərabər. Deməli, ilk ifadəmizin doğru cavabı 8-ə bərabər. İkinci ifadəmizin doğru cavabı 4-ə bərabər olur. Keçid alırıq 3-cü suala. Gümüş bir nitrat duzunun suda məhlulunun elektrolizi zamanı. Katodda reduksiyaya uğrayan iyonun və anodda əmələ gələn maddənin formulunu müəyyən edin. Uşaqlar, katodda sərbəst gümüş toplanır. Anodda oksigen qazı əmələ gəlir. Ümumiyyətlə, katodda yadınızda qalsın, hər zaman reduksiya, anodda hər zaman oksidləşmə prosesi gedir. Misal çəkirəm də, bu iyonun dissosiasiyasından, bu maddənin dissosiasiyasından gümüş bir müsbət iyonu əmələ gəlir, düzdürmü? Və həmçinin NO3 mənfi iyonu əmələ gəlir. Həmin bu gümüş bir müsbət gedir katodda reduksiyaya uğrayır və neytral formada olan gümüşə çevrilir. Sualımız belədir. Birinci növbədə deyir, katodda reduksiyaya uğrayan iyonun cavabımız gümüşdür. Anodda əmələ gələn maddənin formulunu müəyyən edin. İkinci ifadəmizin doğru cavabı da olur oksigen qazı. Keçid alırıq 4-cü suala. X2CO3-ün suda məhlulunun elektrolizi zamanı katodda H2 alındığını nəzərə alaraq hidrolizin birinci mərhələsinin qısa iyon tənliyini və əmələ gələn mühiti bizə deyir müəyyən edin. Uşaqlar, bir şeyə diqqət eləyək. Biz elektroliz dərsini keçəndə demişik ki, əgər metalımız aktiv metaldırsa, hansı ki bu 8 aktiv metal plus elektroliz dərsində magnezium və alüminiumu da qüvvətli metal olaraq nəzərdə tuturuq. Yəni, hər zaman qüvvətli metal deyəndə 8 metal nəzərdə tutulur. Amma immün elektroliz dərsində mən sizə öyrətmişəm ki, magneziumdan alüminium da öz əvəzinə hidrogen qazını ayırır. Yəni, 10 dənə metalı aktiv metal olaraq nəzərə alırıq. Misal çəkirəm, mənə belə bir duz verir, deyir bunun suda məhlulunun elektrolizi zamanı katodda hidrogen qazı ayrıldığını nəzərə alaraq. Buradan da açıq aydın görürəm ki, mənim metalım 1 valentlidir. Çünki karbonat iyonu biz bilirik ki, 2 valentlidir, düzdürmü? Deməli, 2 dənə məlumat oldu mənim əlimdə. X-in 1 valentli olduğunu bilirəm. Və əlavə olaraq uşaqlar, X-in aktiv metal olduğunu bilirəm. Məsələn, mən bunun əvəzinə özümdən ürəyim istəyər bir dənə natrium yazaram. Sizə də lap aydın olsun. Deyək ki, bizim duzumuzun formulu natrium 2CO3 maddəsidir. Yəni, natrium karbonat maddəsidir. Birinci növbədə bizə deyir ki, hidrolizinin birinci mərhələsinin qısa iyon tənliyini yazın. Biz yenə hidroliz dərsində keçmişik ki, məsələn, nümunə olaraq da yazıram natrium 2CO3. Məsələn, sizə sual versəm ki, uşaqlar, bu duz hansı maddələr cütündən yaranıbdır? Mənə deyəcəksiniz, natrium OH ilə karbonat turşusundan yaranıbdır. Natrium OH qüvvətdə əsasdır, karbonat turşusu zəif turşudur. Qaydaya diqqət edək, xatırlayaq, əgər duz qüvvətdə əsas və zəif turşudan yaranıbsa, aniyonun valentliyi kationun valentliyini üstələyirsə, belə duzların hidrolizinin birinci mərhələsində turş duzu alınır. Gəlin, indi biz özümüz yazaq, baxaq. Natrium karbonat maddəsini yazıram. Bunun üzərinə su gəlirəm. Qaydaya əsasən biz demişik ki, buradan turş duzu alınacaq, düzdürmü? Ən sadə yoldan belə yadda saxlayın. Natrium gəlir OH-ı götürür, bir qələvini yaradır. Natrium OH-ı yaradır. Həmin bu çıxan bir dənə natriumun əvəzinə də hidrogen keçir. Olacaq natrium HCO3 maddəsi, gördünüzmü? Turş duzu yarandı. Əmsala falan ehtiyac yoxdur. İndi biz burada molekulyar tənliyi qeyd etdik, düzdürmü? Molekulyar. İndi biz bunun tam iyon və qısa iyon tənliyini yazacağıq. Tam iyon tənliyini yazanda dissosiasiyaya uğradırıq. 2 natrium müsbət, üstə gələk CO3 2 mənfi, üstə gələk su maddəsini necə var elə də yazıram. Ox çəkirəm, natrium OH-ı belə yazacağam. Natrium müsbət, üstə gəl OH mənfi, üstə gəl yenə natrium müsbət, üstə gələk HCO3 mənfi formasında. İyonlara ayırdıq, düzdürmü? Bu oldu uşaqlar tam iyon tənliyi. İndi solda və sağda
sayılarına da diqqət edirəm. Eyni olanları ixtisar edirəm. Məsələn, burada natriumlarımız ixtisar gedəcək. Bu yanda da 2 dənə natrium var çünki. İxtisara getdikdən sonra nə qalır? CO3 2 mənfi, üstə gələk HOH, yekun nəticədə alınacaq OH mənfi, üstə gələk HCO3 mənfi. İndi bizə deyir qısa iyon tənliyini yazın. Qısa iyon tənliyi də bu oldu uşaqlar. İxtisardan sonraki vəziyyət olur qısa iyon tənliyi. Və burada əyani şəkildə görürsünüzmü? OH mənfi iyonlar əmələ gəlibdir. Deməli, mühitimiz necə bir mühit olacaq? Qələvi mühit və yaxud da əsasi mühit deyə bilərsiniz. Onsuz da bu duza baxan kimi biz deyirik ki, qüvvətli əsas və zəif turşudan yaranıbdır. Mən demişəm, qüvvətli olan hissə mühiti yaradan hissədir. Yəni, bu maddə natrium OH ilə karbonat turşusundan yarandığına görə və natrium OH qüvvətli əsas olduğuna görə sonda təbii ki, əsasi mühit yaranacaq və əyani şəkildə də görürük ki, ən sonda OH mənfi hissəcikləri qalır. Bu o deməkdir ki, burada yaranan mühitimiz olacaq qələvi mühit. Uşaqlar, keçid alırıq 5-ci suala. Bizə 3 dənə, belə deyək, qab verir. Hər üçünün içərisində fərqli-fərqli maddə cütləri reaksiyaya girir. Şəkilə əsasən çöküntünü əmələ gətirən iyonları, maddələr arasında reaksiyanın axıra kimi getmədiyi qabın nömrəsini müəyyən edin və neytrallaşma reaksiyasının tam iyon tənliyini yazın. Birinci reaksiyamız təbii ki, gedəcək. Çünki bu bir əsasdır, bu bir turşudur. Bunlar arasında reaksiya təbii ki, gedəcək. Biz demişik, reaksiyanın sona qədər getməsinin 3 dənə şərti var. Ya qaz, ya su, ya çöküntü alınmalıdır. Bu reaksiya nəticəsində alınacaq natrium 2SO4, üstə gələk su maddəsi, su alındı deyə bu reaksiya təbii ki, sona qədər gedir. Uşaqlar, ikinci maddələr cütü arasında reaksiya getməyəcək. Niyə görə getməyəcək? Bax, buradan yazıram, sizə də aydın olsun. Misal çəkirəm, mis-2 sulfat üstəgəl kalium xlorid. Hər ikisi də duzdur. Bizim belə bir qaydamız var. İki duz arasında reaksiya o zaman sona qədər gedə bilər ki, başlanğıcda götürülən hər iki duz suda həll olunan olsun, sonda bizə bir dənə çöküntü versin. Yəni, bu da suda həll olunan duzdur, bu da suda həll olunan duzdur. Düşünsəm ki, bu reaksiya gedir. Kuprum xloru götürəcək, mis-2 xloridi əmələ gətirəcək. Kalium da sulfatı götürəcək, kalium sulfatı yaradacaq. Yekunda bu da suda həll olunan duzdur, bu da suda həll olunan duzdur. Yəni, hər hansı bir çöküntünü mənə vermədiyinə görə bu reaksiyam getməyəcək. Yəni, bax, burada bir dənə X işarəsi qoyuram ki, bu maddələr cütü arasında bir reaksiya getməyəcək. Amma üçüncü qabımızda reaksiya gedəcək. Məsələn, natrium 3PO4-ün üzərinə gümüş bir nitratı gəldiyim zaman bu yenə duzdur, hər ikisi duzdur. Bu da suda həll olunan duzdur, bu da suda həll olunan duzdur. Sonda bizə çöküntü verəcəyinə görə deyəcəm ki, bu maddələr cütü arasında reaksiya gedir. Natrium nitrat iyonunu götürür, natrium nitratı yaradır. Gümüş də ortofosfat iyonunu götürür, argentium 3PO4, yəni gümüş bir ortofosfat iyonunu əmələ gətirir. Bu arada biz iyon mübadilə tənliklərində cədvəl öyrənirik. Hansı kation, hansı anion ilə çöküntü əmələ gətirir və reaksiyanın əlaməti nə formada gedir. Məsələn, gümüş müsbət PO4 3 mənfi ilə birləşir, sarı rəngli çöküntü əmələ gətirir. Doğrudur mu uşaqlar? Deməli, bu maddələr cütü arasında reaksiya təbii ki gedəcək. Çünki sonda bizə bir çöküntü verdi. İndi gələk bir də suala fikir verək. Deyir ki, şəklə əsasən çöküntü əmələ gətirən iyonları. Çöküntümüz bu duzdur, düzdürmü? Bu duzu əmələ gətirən iyonlar gümüş 1 müsbət iyonudur. Bir də PO4 3 mənfi iyonudur. Yəni, ilk ifadəmizin doğru cavabı budur. Gümüş 1 müsbətlə PO4 3 mənfi. Bu getdi. İkinci növbədə bizə deyir, reaksiyanın axıra kimi getmədiyi qabın nömrəsi. İkinci qabımızda dedik ki, heç bir reaksiya getmir. Çünki sonda bizdə hər hansı bir çöküntü falan alınmır. Aha, lövhəni təmizlədim sizin üçün. Yazaq aydın formada görünsün. Üçüncü növbədə bizə deyir ki, uşaqlar, neytrallaşma reaksiyasının tam iyon tənliyini yazın. Biz bilməliyik ki, neytrallaşma reaksiyası yalnız və yalnız əsasla turşu arasında gedir. Yəni, neytrallaşma reaksiyası uşaqlar baş verir bizim birinci qabımızda. Yazıram, natrium OH maddəsi, üzərinə gəlinsin sulfat turşusu maddəsi. Yekun nəticədə neytrallaşma nəticəsində mütləq normal duz alınır və turşunun içərisində olan hidrogenlərin sayı əsasın içində olan OH-ların sayına bərabər olur.
Yəni buradan alacağım normal duzu, yəni natrium sulfat maddəsini. Üstəgəl yanında da yazıram su maddəsini. Məsələn, buradakı hidrogenlərlə OH-ları bərabərləşdirmək üçün bura bir 2 yazsaq, suyun da qarşısına bir 2 yazsaq, əmsallarımız düşdü qaydasına. Bu olur neytrallaşma reaksiyamız və bu bizim olur molekulyar tənliyimiz. İndi tam iyon tənliyini yazaq. Çünki bizdən də istədiyi tam iyon tənliyidir. Ümumiyyətlə hər zaman əmsallara da diqqət eləməliyik. Molekulyar tənliyi yazanda hər zaman əmsallarımızı qaydasında qoymalıyıq. İndi yazıram buradan uşaqlar baxaq. 2 mol natrium müsbət. Üstə gələk 2 mol OH mənfi. Üstə gələk 2 mol H müsbət. Üstə gələk 1 mol SO4 2 mənfi. Oxdan sonra alınır 2 mol natrium müsbət. Üstə gələk 1 mol SO4 2 mənfi. Üstə gələk 2 mol suyu da bax bu formada elə necə var elə də yazıram. Çünki biz bilirik ki su ümumiyyətlə iyonlara ayrılmır. Elə suyu necə var elə formada da saxlamalıyıq biz. Biz demişik çöküntüləri iyonlara ayırmırıq. Qazları iyonlara ayırmırıq. Bir də su maddəsi iyonlara ayrılmır. Bu bizim olur tam iyon tənliyimiz. Tam iyon tənliyini istədiyinə görə cavabımız budur. Əgər qısa iyon tənliyini bizdən istəsəydi, yenə eyni adlı iyonları ixtisar edəcəkdik. SO4'lər də buradan gedəcəkdi. Olacaqdı 2H müsbət, üstə gələk 2OH mənfi. Nəticədə alınacaqdı 2 mol su maddəsi. Təbii ki, biz burada bu ikilər də olduğu formada ixtisar edəcəkdik. Bu şəkildə saxlamayacaqdıq. Çünki belə bir qaydamız var ki, hər zaman əmsallar ən kiçik tam ədədlərdir. Qısa iyon tənliyini istəsəydi, deyəcəkdik H müsbət üstə gələk OH mənfi. Yekun nəticədə alınacaqdı H2O maddəsi. Keçid alırıq 6-cı sualımıza. Bizə balaca bir qrafik veriblər. Burada xlor iyonlarının mol miqdarının zamandan asılılıq qrafikidir. Sual belədir. Alüminium xloridin dissosiasiya tənliyini yazın, əmsallaşdırın. Baxın uşaqlar, yazdım, əmsallaşdırdım. Ardınca deyir ki, qrafikə əsasən suda həll olmuş alüminium xloridin mol miqdarını hesablayın. Alfa bərabərdir 20%-ə bərabər. Alfa qalsın, bizə hələ gözləsin. Biz birinci növbədə nəyə diqqət eləyəcəyik uşaqlar? Deməli, 1 mol duzun dissosiasiyasından qanunən 3 mol xlor mənfi iyonları əmələ gəlir. Görəsən, nə qədər duz dissosiasiyaya uğramalıdır ki, 0,6 mol xlorid iyonunu bizə versin. Bu 0,6-nı qrafik bizə verir, düzdürmü? X-imiz bərabər olacaq 0,2-yə. Əgər bu alfa söhbəti olmasaydı, sizin doğru cavabınız olacaqdı 0,2. 0,2 duz iyonlara ayrılmalıdır ki, 0,6 xlorid iyonlarını mənə versin. Amma indi sualın ifadəsi belədir ki, siz nə qədər duz götürürsünüzsə götürün, onun cəmi 20% dissosiasiyadır. Yəni, ən sadə dildə desək, bu 20% mənə 0,2-ni verməlidir. O zaman tənasübümü belə qururam. 0,2 mol duzumuz 20% təşkil edirsə, görəsən mən duzu nə qədər götürməliyəm ki, bu 100% təşkil eləsin? X bərabər olacaq 1 mola. Deməli, bizim məsələmizin doğru cavabı olacaq 1 mola bərabər. Uşaqlar, keçid alırıq 7-ci suala. 7-ci sualda bizə deyir ki, kalium sulfatın suda məhlulunun elektroliz tənliyini yazın, əmsallaşdırın. Burada bir şeyə diqqət eləyirik də, bu duz qüvvətli əsas və qüvvətli turşudan əmələ gəlibdir, oksigenli turşudan. Suda məhlulunu elektrolizə uğradanda aktiv metal katoda öz əvəzinə hidrogen qazını yollayır. Oksigenli turşu qalığın varsa, öz əvəzinə oksigen qazını yollayır. Və bu ayrılan hidrogenlə oksigen hər zaman suyun tərkibindən çıxır. Yəni, burada çıxan oksigenin SO4 ilə bir əlaqəsi yoxdur. O, suyun içərisindən çıxan oksigendir. Bu deməkdir ki, qüvvətli metalla oksigenli turşudan əmələ gələn bir duz var. Həmin duzların suda məhlulunun elektrolizi zamanı yalnız və yalnız suyun parçalanması baş verir. Yəni, burada bizim duzumuza heç nə olmur. Duz görürsünüz, sonda necə var elə də qaldı. Bir dənə suyun qarşısına əmsalını 2 yazıram, hidrogenin əmsalını 2 yazıram. Əmsallar düşür qaydasına. Sadə dildə desək, burada sadəcə və sadəcə suyun parçalanması baş verir. Duza heç nə olmur. Yəni, birinci ifadəmizin doğru cavabını yazdıq. Əlavə olaraq bizə deyir ki, duzun kütlə payının
zamandan asılı qrafikini qurun uşaqlar. Biz məhlullar dərsində belə bir hissəyə toxunmuşuq ki, deyək ki, mən duzla suyu qarışdırmışam, bir məhlul əldə etmişəm. Əgər burada suyun buxarlanması və ya suyun parçalanması baş verərsə, sadə dildə desək, suyun miqdarı azaldıqca duzun kütlə payı artacaq. Əyani şəkildə görürük ki, bu reaksiyada su parçalanması baş verir. Yəni, suyun miqdarı azalır. Suyun miqdarı azaldıqca təbii ki, duzun kütlə payı artacaq. Mən belə bir qrafik çəkirəm. Müəyyən qədər qabımızda duz var. Yəni, reaksiyanın başlanğıcında duzun kütlə payı müəyyən bir faizə bərabərdir. Ona görə 0 nöqtəsindən başlatmıram. Zaman keçdikcə, su parçalandıqca duzumuzun kütlə payı arta-arta gedəcək. Bu da bizim olacaq duzumuzun kütlə payının, yəni omeqasının zamandan asılı qrafiki. Uşaqlar, keçid alırıq 8-ci suala. Natrium xloridi ilə qurğuşun 2 nitrat arasında gedən reaksiyanın tənliyini tərtib etdik. Bu reaksiyada alınan çöküntümüz qurğuşun 2 xlorid maddəsidir. Bu reaksiyaya əsasən hansı qaydanı deyə bilərik? 2 dənə duz reaksiyaya girir. 2 duz arasında reaksiya o zaman gedə bilər ki, başlanğıcda götürülən hər 2 duz suda həll olunan olsun, sonda bizə bir dənə çöküntünü versin. İndi bizə deyir ki, reaksiya tənliyini yazın, əmsallaşdırın. Yazdıq, əmsallaşdırdıq. X-i hesablayın. X natrium xlor maddəsinin mol miqdarıdır. Yəni, bizə deyir ki, bu qədər çöküntü alınanda nə qədər natrium xlor reaksiyaya girir? İndi gəlin diqqətlə baxaq. 2 mol natrium xlor reaksiyaya girəndə 1 mol çöküntü alınır. Görəsən, nə qədər natrium xlor reaksiyaya girməlidir ki, 0,7 çöküntü əmələ gəlsin? O zaman x-imizi buradan tapanda x-imiz olacaq 1,4 mola bərabər. Bu da bizim olacaq doğru cavabımız. Deməli, uşaqlar, 9-cu sualda bizə 2 dənə maddə verir, 2 dənə duz verir. Yenə bu 2 dənə duz arasında reaksiya gedir. Çünki başlanğıcda götürülən hər 2 duz suda həll olunandır. Sonda alınan maqnezium ortofosfat çöküntü maddəsidir. Birinci növbədə bizə deyir ki, bu maddələr cütü arasında gedən reaksiyanın tənliyini yazın, əmsallaşdırın. Yazdıq, əmsallaşdırdıq. İndi mənə deyir ki, sizə 0,6 mol bundan vermişik, 0,6 mol da bu maddədən vermişik. Reaksiyanı aparandan sonra məhlulda qalan iyonların formullarını yazın. Alfa bərabərdir 100%. Uşaqlar, hər zaman şagirdlərimə də deyirəm, alfa bərabərdir 100% olanda bunu nəzərə almayın. Yəni, buna ehtiyac yoxdur. Bu deməkdir ki, sonda bizim nə qədər maddəmiz varsa, hamısı iyonlara ayrılır, hamısı dissosiasiya edir. Gələk, indi belə bir şeyə diqqət edək. Mən sizə hər zaman belə bir söz deyirəm. Əgər 2 dənə maddəni müəyyən bir rəqəmlə bizə verirlərsə, bu maddələrdən biri artıq qalan maddə olacaq. Yəni, %90 suallarımız belə olur. Düzdür, bəzən maddələri, rəqəmləri başa-başda verirlər. Heç birindən artıq qalmır. Amma ən azından yoxlamalıyam. Görüm, hər 2 duzu 0,6 mənə veriblər. Bunun hansı tam tükənir, hansından artıq qalır. Bax, uşaqlar, bunun işlənən mol miqdarı 3-dür. Bunun işlənən mol miqdarı 2-yə bərabərdir. Yəni, görürəm ki, bu duzum daha çox sərf olunur. Amma rəqəmsal olaraq mənə ikisində 0,6 veriblər. Deməli, maqnezium xlor 2 tam tükənəcək, natrium 3PO4-dən artıq qalacaq. Bunu da necə tapa bilərik? Bunu görməzdən gəlin, bura bir x yazın. Tənasüb qurun ki, baxın, 3 mola 2 mol sərf olunur. Tənasüb qururam. 3-ə 2 sərf olunur. 0,6-ya nə qədər natrium ortofosfat lazımdır? X-imiz bərabər olacaq 0,4-ə. Yəni, qanunən mənə 0,4 bu duzdan lazımdır. Mənə nə qədər veriblər? 0,6. Deməli, bu maddə mənim artıq qalan maddəmdir. Bu yadınızda qalsın. Artığı belə bir şəkildə təsbit edə bilərsiniz. Natrium ortofosfat mənim artıq qalan maddəmdir və cümləmə diqqətlə qulaq asın. İstəsəz bunu qeyd formasında da bir yerə yaza bilərsiniz. Mənim qabımda, yekunda bu maddə qalıbdır. Bir də mənim məhlulumda bu maddə qalıbdır. Bu maddəni niyə görə götürmürəm? Çünki bu çöküntü halında olan maddədir. Ümumiyyətlə, çöküntüdür, qazdır. Bunlar heç bir zaman məhlulun kütləsinə daxil olmurlar. Məsələn, sizə sual versələr ki, bu reaksiyaya getdikdən sonra hər ikisini 0,6 veribdir. Bu reaksiyaya getdikdən sonra qabımızda qalan maddələri siz müəyyən edin. Məhlulumuzda hansı maddələr qalar? Bax, sualı belə də verə bilər. O zaman ilkin maddələrdən hansının artıq miqdarı var, onu götürürsünüz. Plus yeni yaranan və suda həll olunan maddəni götürürsünüz. Çöküntünü götürmürsünüz. Deməli, mənim yekunda qabımda qalan maddə natrium ortofosfat maddəsidir.
Bir də uşaqlar natrium xlorid maddəsidir. Natrium ortofosfatın disosiasiyasından natrium müsbət ionu və PO4 3 mənfi ionu əmələ gələcək. Natrium xloridin disosiasiyasından natrium müsbətlə xlor mənfi ionu əmələ gələcək. Deməli, sualımız belədir. Ən sonda məhlulda hansı ionlar qalacaq? Natrium müsbət ionları qalacaq mənim qabımda. Xlor mənfi ionları qalacaq mənim qabımda. Bir də PO4 3 mənfi ionları bizim qabımızda qalmış olacaq. Uşaqlar, keçid aldıq 10-cu suala. Natrium sulfatın suda məhlulunun disosasiyası zamanı duzun və əmələ gələn ionların mol sayının zamandan asılı olaraq dəyişilmə qrafiki bu formadadır. A-nı, B-ni tapın, duzun disosasiya dərəcəsini siz hesablayın. Bax, mən sizin üçün burada natrium sulfatı yazdım, düzdürmü disosasiyasını? Uşaqlar, A nöqtəsindən başlayıb üzü aşağıya doğru gedən reaksiyaya girən maddəni təmsil edir. Mən hər zaman sizə demişəm ki, yuxarıdan aşağıya doğru gedən reaksiyaya girən maddəni təmsil edir. Sıfırdan başlayıb üzü yuxarıya doğru qalxanları isə alınan maddələri və yaxud da ionları bizə təmsil edir. Bu nədirsə, bu 4 mol miqdarında əmələ gəlibdir. Bu B aydın məsələdə 4-dən böyüdür. Çünki ədəd oxumuz üzü yuxarıya doğru getdikcə artır. Bu B rəqəmi nədirsə, bu 4-dən böyükdür. Burada indi diqqətlə baxın. 1 mol SO4 əmələ gələndə 2 mol natrium müsbət əmələ gəlir. 1 mol SO4 əmələ gələndə 2 mol natrium müsbət əmələ gəlir. Deməli, az əmələ gələnimiz SO4-dür. Çox əmələ gələnimiz natrium müsbətdir. Az olan SO4 2 mənfidir. Çox olanımız natrium müsbət ionlardır. Bunları qeyd elədik. Deməli, mən bu qrafikə əsasən net olaraq müəyyən edə bilirəm ki, bu qrafikdə, bu anda 4 mol SO4 əmələ gəlib. Deməli, uşaqlar, 1 mol SO4 əmələ gələndə 2 mol natrium müsbət əmələ gəlir. 4 mol SO4 əmələ gələndə nə qədər natrium müsbət əmələ gələcək? X bərabər olacaq 8-ə. Natrium müsbəti biz hansı hərflə burada ifadə edildiyini görürük? B ilə, düzdürmü? Deməli, B-imizin qiyməti nəyə bərabər olacaq? 8-ə bərabər olacaq. Biz artıq bunu tapdıq. Bu A nəyi ifadə edir? A, disosasiyaya uğrayan natrium sulfat duzunu ifadə edir. İndi mən tapacağım ki, tutaq ki, 4 mol SO4 əmələ gələndə və ya 8 mol natrium müsbət əmələ gələndə nə qədər duzumuz disosasiyaya uğrayır? Yəni, ürəyiniz istəyir SO4-ə görə hesablama aparın. Ürəyiniz də istəyir natriuma görə hesablama aparın, fərqi yoxdur. Uşaqlar, 1 mol duz disosasiyaya uğrayanda 1 mol SO4 əmələ gəlir. 1 mol duz disosasiyaya uğrayanda 1 mol SO4 əmələ gəlir. Nə qədər duz disosasiyaya uğramalıdır ki, 4 mol SO4 əmələ gəlsin? X bərabərdir 4-ə. Amma həmən gedib burada A-nın yerinə 4 yazmayın. 4 maddənin ionlara ayrılan miqdarıdır. Yəni 4 mol duz disosasiyaya uğrayıbdır. Və duz sıfıra enməyibdir, 1 nöqtəsində dayanıbdır. Deməli, 4 onun işlənən miqdarıdır. 1 onun artıq qalan miqdardır. Deməli, A-mızın qiyməti nəyə bərabərdir? 5-ə bərabərdir. Mən 5 mol duz götürmüşəm. Onun 4 molu işlənibdir, 1 molu artıq qalıbdır. Yəni, qabın içində bu bizi gözləyir. Aynən B-nin qiymətini tapdıq. Sonda bizə deyir ki, duzun disosasiya dərəcəsini siz tapın. Uşaqlar, 5 mol mənim başlanğıcda duzum olubdur. Onun 4-ü işlənibdir, duzumun 1 molu artıq qalıbdır. Yəni 4-ü disosasiyaya uğrayıbdır. Alfa bərabərdir 4 mol disosasiyaya uğrayıb. Toplam mənim 5 mol duzum olubdur. 4-ü böldüm 5-ə, vurdum 100%-ə. Doğru cavabımız olacaq 80%-ə bərabər. Demək, uşaqlar, burada 10 dənə sual 2025 toplusuna yeni əlavə olunubdur. Yerdə qalanlarında onsuz da video izahı var. Hazır bir formada onları da sizə göndərəcəm. Ümid edirəm ki, sizlərə hər bir şey aydın oldu. Sağ olun, görüşərik.